Mələk xanım, bizim susduqlarımız sonda beynimizin susmamağına gətirib çıxarırmı? Belə çox fəlsəfi, maraqlı bir sual oldu. Bizim susduqlarımız beynimizdə susmadıqlarımızın, nəticəsi ola bilərmi, hə? Belə deyim, biz susuruqsa, sonra bunun intiqamını beynimiz bizdən alırmı? Əvəzimizə Eee, biz cavab hı hı, verməliyik, susuruq, dözürük, belə deyim, hı səbirli hı, oluruq. hı Bunun hı. əvəzinə sonra beynimiz başlayırmı danışmağa, Eee, hayqırmağa, susmamağa? aha, burada bilirsiniz, yenə 2 hissəni Aha, ayırmamızda fayda var. Əgər beynimizdəki düşüncələr, sizin qeyd elədiyiniz sanki hisslərin boğulması bəli. anlamındadır. Beynimizdəki düşüncələr hisslərimizlə bağlıdırsa, yəni mən hansısa bir aqressiyamı ya da küslülüyümü, incikliyimi qarşı tərəfə bildirmirəm və ürəyimdə, beynimdə fikirləşirəm ki, Hı məni hı, incitdi, məni, kiçik saldı, bəli. yetərincə dəyər vermədi. Bu biraz hissi aspektdir, yəni mənim duyğularımla bağlıdır. Amma duyğularım da eyni zamanda bağlıdır mənim, situasiyanı necə analiz eləyirəm, nə deyirəm, o situasiya ilə bağlı hansı, informasiyanı özümə ötürürəm, hansı cümləni qururam. Ona görə də, susduqlarımız deməyək, beynimizin, yəni susturduqları deməyək, hisslərimi nə qədər rahat ifadə eləyirəm. Hisslərimi çox basdıran bir insanamsa və bunun qarşılığında beynim susmayacaqsa, təbii ki, bu mənə zərər verəcək.